Sizin şirniyyat, biz qayıt yuanları belə bilmədən görürük ki, xanım günahsızdır. Xanımın yaşadıkları o qadın kimi, cavan gəlin kimi həddini aşmasının cəzasıdır. Yəni, bu hoqqalar verirmi? Bax, onun cəzasıdır. Amma tutulmaq onluq deyil. O səhv, o da onların səhvidir. Bəli. Yəni, Allahın bəlası deyil. O gələn bəla Allahdan gəlir, o qızdan yox. O adamın artıq o qədər ananın, bax, bacı danışır, mən belə, mən. Hamı görür ki, Arzu orada həddini aşır, hoqqalar verir. Bunu hamı görür. Bu aydın məsələdir, amma sən onu qınamağa ixtiyarın yoxdur. Mən deməyə ixtiyarın yoxdur. Mən dedinsə, səndə artıq mənəmlik var. Bax, bu mənəmlikdən də belə ölüm cəzaları olur. Bunu anlamır bu bacı. Başa düşdün mü? Sizin ölənə o xanım demişdi. Vladı budur da. İndi elə bil ki, onu tutturmaqla bunlar bir şey bilir. Heç də bilmir. Bunlar özlərinə təzədən qəbir qazırlar, növbəti kimisi itirməyə. Bunu bilmirlər. Mən də onu izah edirəm. Allahın lütfu ilə, mənlik deyil bu. İnsani his deyil bu. Bu ruhdan gələn cavabdır. Uşaq evin güzgüsüdür, bəli. Necə oğulları varsa, demək ki, elə bir ailədirlər. Ailə mənəm, təkəbbür var ailədə. Bacı deyir ki, arzum belə elədi, arzum elə elədi, mən də o evlad itirmişəm, mən belə ana, mənəmlik var. Mənəmlik insanı məhv edir. Mən dedinsə orada ölüm var. Allahdan önə keçməkdir mən. Allah məni belə yaradıb, Allah mənə bunu belə desə başqa, bu deyir mən və itənəyə qalxır, qeybətə qalxır. Məlum məsələdir. Bunu Allah belə yaradıb. Biz heç kimə pis baxıb, pis deyə bilmərik. Baxma, boşlamırsan baxma. Amma baxdın qınam. Qınadın, cəza yazılır sana. Budur. Mərhəmət etməyənə mərhəmət olmur. Mərhəmət etməyənə mərhəmət olmur. Yanlış fikirdir Simuzər. Mərhəmət göstərməyənə hökm özü də mərhəmətsizlikdir. Müqəddəs qanundur. Çünki mərhəmət hökmə qalib gəlir. Qanunun tələblərini icra edənlər bəraət qazanmayacaqlar. Çünki qanun hökm ilə deyil, imanla salih sayılır. Heç kim qanunla Allah qarşısında salih sayılmır. Salih imanla yaşayandır. İmanın üç kökü vardır. Allah'tan başqa güman yeri olmayanı incitməyin, təsadüfən səhv edəni qovmayın, ilk dəfə qəsd edəni cani bilməyin. Bunu etdinizsə, qarşınızda özünüz də əkdiyinizi biçəcəksiniz. Vəssalam. Bu qanundur, müqəddəs qanun. Dövlətimizin qanunları var, səhv var, cəza var. Yox, dövlətin qanunlarını dövlətdən qabaq Səfirə Əliyeva, Allah var. Allahın müqəddəs qanunları var. Bayaq dedim, müqəddəs qanunda buyurulur. Heç kim qanun ilə Allah qarşısında salih sayılmır. Salih imanla yaşayandır. O qanunun içərisində iman yoxdursa, orada cəza var. Mən, dövlətimizin qanunları deyirsən, bax sənin, mən qəbul etmirəm, Allahın qanunlarını qəbul edirəm. Yəni, dövlətlə elə bir işim gücümdə yoxdur, öz evimdə deyir, öz qaravaşlığımda, qul qaravaşlığımdayam. Yəni, mənim dövlətlə heç bir ilişkim yoxdur. Dövlətə qarşı çıxacaq bir fikrim də yoxdur. Mən də o dövlətin yerində yaranmış ola bilərdim. O da mənim kimi bir adi ev xanım ola bilərdi. Əsas odur ki, bu dövlətin, bu qanun ki çıxardır, 4 uşağın anası düzdür, ananın çox səhvləri olub, çox həyabəndlərini aşıb, amma bu demək deyil ki, ona 5 il iş düşür, bax ona o 5 il
qanun ilə hökm tətbiq edən devlətə Rəbbimdən rəhim diləyirəm. Huzur diləyirəm. Uzun ömürlülük diləyirəm. Hörmətli olun deyirəm. Bu da sənin dövlətin. Vəssalam. 4 dənə balanı, əgər səhv varsa orada, səhv başqa səhvdir. Onun səhvlərinə 5 il iş düşmür. Bu qəzada onun heç bir günahı yoxdur. Ona bu işi yazanların Allah qarşısında hesabları var. Rəhim diləyirəm. Vəssalam, bu qədər. Bunu da arzu edirsinizsə, əgər o qıza kimlər ki qalxıb arzu edirlər ki, bu olsun, arzuya bu olsun, bu olsun, onu da əkib özünüzdə adacaqsınız. Acını deyirəm, arzu etmirəm. Çünki bu ağızda nəyi, qəlbindən nəyi keçirdin, onu özün üçün əkib biçib dadırsan. Bu hikmətin də izahı budur. Kim tikan əkibsə tikan dərəcək, kim nicat veribsə nicat görəcək. Dinlə, Səfur Əliyeva, dinlə. Bir ibrətli söz də deyim, eşitsən, kim tikan əkərsə, dərməz Yasəmən. Sən də dərməyəcəksən Yasəmən. Əgər bu fikirdəsənsə, bunu sənə arzu etmirəm. Sənə huzur arzu edirəm. Allahdan şəfa, rəhim arzu edirəm, diləyirəm. Amma orada o qızın günahı yoxdur. Onu yenə sözümdəyəm, deyirəm. Vəssalam. Nə ondan qohumluğum var, nə onun izləyicisiyəm. Onun izləyicilərindən eşidirəm ki, yəni bu həddidi aşıb, belə də olub, amma ona 5 il iş düşdü. Vəssalam.